Niyaməddin Musayevin qızı Akkazviçka, burada yazılıb, saytlarda yazılıb ki, Niyaməddin Musayevin qızı polkovnik rütbəli rəis imiş. Necə olub ki bu? Başa düşmədim mən. Sən İngilis dili müəllimi ola. Necə gedib fövqələdədə işləmisən? Hə? Mənim qızım 20 ildir beynəlxalq münasibətləri qutarıb. Mənim qızım olmalı deyil polkovnik. Xeyr ola, sən atom xalq artistidir deyə. Səni işə götürüblər. Gəl görək, ayrı öya. Çox belə gurulduyursan, nərildiyirsən oradan bu yana ki, mən sildirmişəm mahnını, yaxşı eləmişəm. Yaxşı eləmişsən, sildirmişsən, silinibdir, narahat olma. Hə. Sən də bizə denən görüm, mən də sabahdan bütün durumlara, dövlət durumlarına mən deyəcəm ki, görüm sən bu fövqəladə necə işə düzəlmişsən, Atonun xahişi ilə, Aton zəng eləyib, xahiş eləyib ki, səni oraya işə götürsünlər. İngilis dili müəlliməsən sən müəllimə işləyə bilərsən. Mənim qızım Qumral Musayeva, Musa qızı beynəlxalq münasibətləri qutarıb. Diplomu da var, bəli. İngilis təmayülli məktəb qutarıb, lisey oxuyub. Dil bilir. Başınıza dönün. Necə olur belə? Hə? Necə olur belə? Özdə gör harda işləyir. Fövqələdədə məxfi şöbənin rəisi işləyib. Polkovnik rütbəsində. Polkovnik. Ay qız, xalq 20 il külünç dövrə, külünç. Polkovnik ala bilmir. Hə? De görüm axı mənə. Ay, xalq artisti Niyaməddin Musayevin İngilis dili müəlliməsi olan qızı. Sən İngilis dili müəlliməsisən. Mən yenə deyirəm. Mən sabah deyəcəm, mən buradan müraciət edirəm. Bir araşdırsınlar. Müraciət edirəm mən də. Mən də bu ölkənin bir qızıyam. Mənim də balalarım var. Məktəb oxuyan, məktəb qutaran necə olub görəsən? Hə? Necə olub görəsən? Necə olub? Sənin atan yəqin deyib də harasa səni götürüblər. Vallahi billahi. Mən 20 ildə qızıma bir dənə iş tapa bilmirəm. Mənim yazıq qızım. Oxuyub da diplomu da qoyub şəkər bura kimi şkafa. Neynədi? İş axtardı, tapmadı. Axırı mənim qızım neynəməlidir ki? Dinmirik, sakit oturun da. Mənim qızım neynədi? Getdi başladı müğəlliliyə. Çarəsi nədir bu uşağımın mənim? Hə? Çarəsi nədir?